Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə cədvəl qrafik diaqram mövzusuna aid olan imtahanda qarşınıza çıxması ehtimal olunan sual tiplərinə baxacağıq. Bilirsiniz ki, cədvəl qrafik diaqramla bağlı suallar həcmcə digər suallardan daha nəhəng olur, amma çətin suallar olmur. Diqqətli olaq ki, bu sualları da rahatlıqla öyrənək. Deməli, bizə diaqram verilir və diaqramda uşaqların oxuduğu kitabların sayı göstərilib. Diaqramı göstərirəm. Baxın, Ayan 12 kitab, Murad 18, Elmir 15, Leyla 9 kitab. Və kitab sayının uşaqların adına bağlı bir bizə qrafik formasında verilib, diaqram formasında verilib. İndi deyir ki, Leyla öz oxuma sürətini birinci məsələdə deyir ki, növbəti ay, baxın cümləni öyrənək birinci, növbəti ay şagirdlər arasında yeni bir yarış keçirilir və şərtlər belə olur. Bu birinci ayındır, yəni bizim bildiyimiz aydır. İndi bilmədiyimiz bir ay var, növbəti ay. Deyir ki, Leyla öz oxuma sürətini artıraraq növbəti ay hamıdan çox kitab oxuyur və diaqramdakı ən çox kitab oxuyan şagirdin göstəricisini keçir. Baxın, biz bu diaqrama baxanda diaqramda ən çox kitab oxuyan şagird sayı Muradın kitabları 18-dir, düzdür? Deməli, Leyla növbəti ay 18-dən böyük olacaq, 18-dən çox. Bu bizim birinci məlumatımız. Sonra deyir ki, növbəti ay hər bir şagirdin oxuduğu kitab sayı tək ədəd olur. Tək ədəd nədir? Yazıram bura təkdə, yəni cüt ola bilməz. 18 ola bilməz. 19 olar, 21 olar, davamına baxacağıq, görək hara qədər olursa. 20 olmaz, cüt olmaz. Sadəcə tək sayda olmalıdır. Deməli, 18-dən böyük olmalıdır və tək sayda olmalıdır. Yəni bunu belə bir bərabərsizlik kimi yazsa, x-in qiyməti hələ ki 18-dən böyükdür və tək ədəddir. Bunu bildik. Sonra deyir ki, Leyla yeni ayda oxuduğu kitabların sayı ilə diaqramda verilmiş köhnə kitablarının sayının fərqi ən çox 12 ola bilər. Leylanın köhnə kitab sayı neçədir? 9-dur. Deyir ki, 9 ilə Leylanın yeni aydakı kitablarının sayının fərqi 12 ola bilər. Yəni, yeni aydakı kitab sayı ən çox 21 ola bilər də. Nə ilə 9-un fərqi 12 verir? 21 ilə 9-un. Bu o deməkdir ki, yeni ayda Leylanın oxuya biləcəklərinin kitablarının sayı 21 ola bilər. Yəni, 21-ə bərabərdir. Ən çoxu 21 ola bilər. Yəni 21 ola bilərsə nə edirəm? Bərabərlik işarəsini qoyuram. Desəydi 12-dən nə bilim, ən çox 12 ola bilər, yox, ən çoxu 11 olar desəydi, o zaman deyərdim ki, 21 olmaz, 21-dən kiçik olmalıdır. Amma deyir ki, ən çoxu 12 ola bilər. Yəni ümumi 21 kitab oxuya bilər. Çünki 21 ilə 9-un fərqi 12 edir. Deməli, x-in qiyməti tək olmalıdır, 18-dən böyük olmalıdır, 21-dən kiçik olmalıdır. Burada da ədədlər ancaq nə qalır? 19 qalır, bir də 21-in özü qalır da. 21-dən kiçik və bərabər, çünki 21-in özünü də götürə bilirik, bərabərlik işarəsi var. Deməli, cavab olacaq 19 + 21 bərabərdir 40. Leylanın növbəti ay oxuya biləcəyi kitab sayını ala biləcəyi mümkün qiymətlərin cəmi B variantı 40-a bərabərdir. İkinci sualımız, buyurun. Baxaq ikinci sualı. Videonu saxlayın, rəy bölməsində siz doğru cavabı qeyd edin, sonra isə izahı dinləyin. Qrafikə əsasən verilən hökmlərdən neçəsi doğrudur? B qrupunun göstəricisi A və C qrupunun fərqindən 4 dəfə çoxdur. B qrupunun göstəricisi 600-dür, A-da 450, C-də 300-dür. 450-dən 300-ü çıxıram, fərq eləyir 150. 150-dən 4 dəfə çox olan ədəd 600-dür. Həqiqətən də B qrupunun göstəricisi A və C qrupunun fərqindən 4 dəfə çoxdur. Bu doğrudur, 1 doğrudur. 4 qrupun ümumi cəmi 1800-ə bərabərdir. Toplayacağım bunu. 450 üstə gəlinsin 600, üstə gəlinsin 300, üstə gəlinsin 450. Bərabərdir 1800. Bunu kalkulyatorla ilə bir-bir hesabladım. Həqiqətən də 1800 doğrudur. Ən yüksək göstərici ilə ən aşağı göstəricinin fərqi, ən yüksək göstərici 600-dür, ən aşağı göstərici 300-dür. 600 ilə 300-ün fərqi 300 edir. A qrupunun göstəricinə bərabərdir. A qrupunun göstəricisi 450-dir. Bu bir səhv məlumatdır, ona görə doğru deyil. C qrupu D qrupundan 150 dəfə azdır. C qrupu D-dən 150 vahid azdır. Dəfə yox, vahid olmalıdır. Bu da səhvdir. A və D qrupunun göstəriciləri bərabərdir. A ilə D-nin göstəriciləri bərabər. Doğrudur. 1, 2, 5, 3 dənəsi doğrudur. C variantı bizim cavabımızdır. Bu videolar, izahlar sizə faydalıdırsa, yəni siz də bizim əziyyətimizin qarşılığı olaraq videomuzu bəyənin, paylaşın, kanalımıza abunə deyilsə, abunə olub bildirişləri açın və rəydə də öz ürək sözlərinizi bildirməyi unutmayın. Getdik.
Diaqramda baxın, uşaq ədəbiyyatı 10%dir. Sizdən balaca görünürsə mən böyük yazım bunu. Tarix kitabları 15%dir. Elmi kitablar 25%dir. Bədii kitablar isə 50%dir. Əla. Yuxarıdakı dairəvi diaqramda bir məktəb kitabxanasındakı kitabların janrlara görə faiz göstəriciləri verilmişdir. Kitabxanada ümumilikdə 400 kitab var. Diaqrama əsasən verilmiş hökmlərdən hansılar doğrudur? Kitabxanadakı bədii ədəbiyyat kitablarının sayı. Baxın, bədii ədəbiyyat 50%dir. Bütün janrdakı kitabların cəminə, digər bütün janrdakı kitabların cəminə bərabər. Həqiqətən də bütöv kitabların tən yarısı bədii ədəbiyyatdır. Qalan yarısı da o biri üçüdür. Doğrudan da 10, 15 və 25-i toplayanda 50% edir. Bu 50% o 50%-ə bərabərdir. Bu doğrudur. Cəminə bərabərdir. Tarix kitablarının sayı 75-dir deyir. Ümumi kitab sayı 400-dürsə, tarix kitablarının sayı 15% olduğuna görə 400-ü 15-ə vurub 100-ə bölürəm. 400 vur 15 böl 100. Elə də 60. Bu da bu səhvdir. Bizə 75 veriblər. Cavab 60 olmalıydı. Elmi kitabların sayı, gəlin baxaq, elmi kitabların sayı 25%dir. 400-ün 25%-ni tapacağam. Bərabərdir, edəcək 100. Uşaq ədəbiyyatı kitablarının sayından, uşaq ədəbiyyatı 10%dir. 400-ün 10%-i edəcək 40. Deyir ki, 60 ədəd çoxdur. Həqiqətən də elmi kitabların sayı uşaq ədəbiyyatından 60 vahid çoxdur. Bu da doğrudur. 1 və 3 olan variantları seçməliyəm. A-da 3 yoxdur, C-da yoxdur, E-də 1 yoxdur. Ya B-dir, ya da D-dir. Gəlin baxaq, 4 doğrudurmu? Uşaq ədəbiyyatı və tarixi kitabların birlikdə sayı. Uşaq ədəbiyyatı 10%, tarixi kitablar 15%. Bunların birlikdə sayı 25% edir. Hələ ki, ədədi tapmıram, faizi tapıram. Elmi kitabların sayından azdır deyir. Elmi kitabların sayı da 25%dir. Az deyil, əksinə bərabərdir. Ona görə bu səhvdir. Bizdən doğruları soruşur. 1 və 3 doğru cavab olacaq. Dördüncü sualımız imtahanda bəli, biraz diqqət tələb edən və vaxt aparan diaqram sualları olur. Çətin deyirlər, amma vaxt aparırlar da. Yəni sadəcə diqqətli şəkildə oxuyub yaza bilərsən və qorxma hissədən. İmtahana yaxın ərəfələrdə, yəni mənfi rəylərdən, mənfi enerjilərdən uzaq dur. İnşallah bilirsən hər şeyi, yazacaqsan. Niyə də yazmayasan, bu sənin ixtisasına bağlıdır və istəsən hər şeyin öhdəsindən gələ bilərsən. Diaqrama əsasən verilmiş fikirlərdən hansı doğrudur? Doğrunu axtarır bizə. 2021-ci ildə qız şagirdlər, 2021-ci ildə qızlar bu qırmızı rəngdə olan 300-dür, qız şagirdlər, həmin ilin ümumi şagird sayının 40%-ni təşkil edir. Həmin ildə ümumi şagird sayı 750 idi, çünki 450 oğlandır, baxa bilərsiniz, 300 də qızdır. 750 əgər 100%dirsə, bəs qızlar 300-ü neçə faizdir? Bax, bunu tapacam. 300-ü 100-ə vurub, alınan cavabı 750-yə böləcəksiniz. Çarpaz vurub böləndə x bərabər 300-ü 100-ə vurdum, 750-yə böldüm. Belə də 40%. Həqiqətən də birinci cümlə doğrudur. 2021-ci ildə qız şagirdlərin həmin ilin ümumi şagird sayının 40%dir. Bir doğrudur, əla. Cavablarda 1 olmayanları silirəm, 2 getdi, qalanlarında hamısında 1 var. 2023-cü ildəki ümumi şagird sayı. Gəlin baxaq, 2023-cü ildəki ümumi şagird sayı 510, üstəgəl 350-dir. 510 ilə 350-ni topladım, 0, 6, 860 elədi. 2022-ci ildəki ümumi şagird sayından, 2022-ci ildə ümumi şagird sayı 480 və 320-nin cəmidir. 480 üstəgəl 320, 0, 0 yazdım, 1 yata 800 eləyir. Deyir ki, 7.5% çoxdur. Baxın, 800 əgər 100%dirsə, bəs bu artıq olan 60 var ha, bu 860-da axı, bunun ədədi 60 ədəd artıqdır. Bu 60 uşaq neçə faizdir? Və ya 800 100% isə 860 neçə faizdir? Və ya 860 100%dirsə 800 neçə faiz? Yəni 3 dənə tənasüb qura bilərəm. Ən idealı budur ki, 800 əgər 100%dirsə 60 neçə faizdir? Çarpaz vuraram, 60-ı 100-ə vuracam, eləyəcək 6000, böləcəm 800-ə. Eləyəcək bərabərdir 7.5. Həqiqətən də bu doğrudur. 1 və 2 doğrudur. Yalnız 1 səhvdir. 1 və 3 yazılıb. 2 olmayan variantları da silirəm. Ya E-dir, ya B-dir. Baxaq. 2024-cü ildə qız şagirdlərinin sayı. 2024-də 390 qız var idi. 2021-ci ilə nəzərən
30% artmışdır. Qızlardan söhbət edir. 2024-cü ildə qız şagirdlərinin sayı 2021-ci ilə nəzərən 30% artmışdır. Yəni 2021-ci ildəki qızların sayından 30% artmışdır deyir. Gəlin baxaq. 2021-də 300 qız var idi. 300 qız 100%-dirsə, bəs bu artmış olan 90 ədədi var ha. 300-dən 390 yaranıb da. Bu 90 ədədi neçə faizdir? 90-ı 100-ə vurub böləcəm 300-ə. Eləcə 30%. Həqiqətən də 30% artmışdır və E variantı bizim doğru cavabımızdır. 5-ci sualımız, baxaq 5-ci sualımıza. Yenə də siz diqqətli olun, gözümdən qaçan hansısa bir məqam ola bilər. Bunu videonun rəy bölməsinə qeyd edeyim və hansı videodan, bunlar sırf imtahan tipində suallardır. Hansı mövzudan imtahan tipində suallar istəyirsinizsə rəy bölməsinə qeyd edin. Şəkildə 4 məktəbin topladığı kağız tullantısı miqdarı piktoqramla verilmişdir. Piktoqram əsasında yanlış fikri seçin. Bax, səhvə axtarıq ha, qaza gəlməyin ha, qaza gəlməyin. B məktəbi cəmi 3 ton kağız tullantısı toplamışdır. Baxın, bizə deyir ki, göylərin hər biri 500 kilodur. Qırmızıların hər biri 250 kilodur. Mən də baxıram ki, 1, 2, 3, 4 dənə göy var. 4-ü vuracam 500-ə, olacaq 2000 kiloqram. Burada 1, 2, 3, 4, 5, 6 dənə göy var. 6-nı vuracam 500-ə, 6 vurulsun 500, bərabərdir 3000 kiloqram. Burada 1, 2, 3 dənə göy var, bir dənə də qırmızı var. 3 vurulsun 500, üstə gəl 250 olacaq, qırmızı 250-dir. 1500-ün üzərinə 250 yəni 1750. Burada da 1, 2, 3, 4, 5, 5 dənə 500'lük var, olacaq 2500. Hamısını yazdım. Deyir ki, hansı səhvdir? B məktəbi cəmi 3 ton kağız tullantısı toplamışdır. B məktəbi həqiqətən 3000 kiloqram, yəni 3 ton tullantı verib. A doğrudur, biz yanlış axtarırıq. A və D məktəblərinin birlikdə topladığı kağız miqdarı 4500-dür. A-da 2000, D-də 2500. Cəmi 4500 doğrudur, biz yanlış axtarırıq. Ən çox kağız toplayan məktəb ilə ən çox kağız toplayan məktəb B-dir, 3000 kiloqram. Deməli, ən az kağız toplayan məktəbin topladıqları miqdarların fərqi 1 ton 500 kiloqramdır. Ən azda 1750-də görürsünüz, 1750. Bunların arasındakı fərq 3000-dən çıxacam 1750-ni, eləcə 1250. Amma burada 1500 yazır, bu yanlışdır. Yenə də digər variantlara baxıram. C məktəbi D məktəbindən 750 kiloqram daha az kağız tullantısı toplamışdır. C 1750-dir, D 250-dir, 2500-dür. 2500-dən 1750-ni çıxanda 750-dir, doğrudur, biz səhv axtarırıq. Bütün məktəblərin topladığı ümumi kağız tullantısının çəkisi 9 tondan çoxdur. Baxaq, 2 ton birincidə, 3 ton o birisində, axırıncıda 2,5 ton və üstə gəl 1,75 ton. Bəli, 9 tonu keçir. Neynəsəz də bu doğru cavabdır. Biz isə səhvi axtarırıq. Səhvimiz yanlış yazılan C variantıdır və C bizim cavabımızdır. Belə əjdahalarımız videomuzu bəyənib paylaşmağı unutmayın. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq bizim həm ödənişli, həm ödənişsiz dərslərimizdən, suallarımızdan, sınaqlarımızdan yararlana bilərsiniz. Videonun rəy bölməsinə hansı mövzudan imtahan sual tiplərini görmək istəyirsinizsə mütləq şəkildə qeyd edin. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələllük.